Möhtərəm müsəlmanlar, ən birinci təqvalı olmağıza çağırıram. Və təqva mənası, yəni Allah subhanətə alə əmirlərinə tabi olmaqdan və nəhy etdiyi, qadağan etdiyi məsələlərdən çəkinmək, həmçinin Peyğəmbər sallallahu əmrlərinin tabi olmaq, ona xilaf çıxmağı, qadağan olması və təqva budur. Allah Teala bizə keçmiş ümmətlərin halından xəbər verir. Ümumiyyətlə, tarix bunun üçün gözəl dəlildir, gözəl vasitədir. Oxumaq, bunları bilmək. Və tarixdə çoxlu şey olub. Xeyr də olub, şər də və çoxlu fitnə olub. Və hər bir müsəlman heç olmasa oxumalı o hadisələri, düzdür, o hadisələri oxuyub təkrarlamaq yox. Və lakin dərs almaq lazımdır oradan, ibrət. Və bizdən qabaqki olanlardan fayda götürər fəqət ağıl sahibləri, ağıl. Düzgün baxışla baxanlar. Ona görə Allah subhanətə alə Quranda da, həmçinin ümumiyyətlə hədislərdə də və ümumiyyətlə tarixdə, İslamın xüsusən tarixində zikr etmək üçün hadisələr çoxdur ki, oradan müsəlmanlar ibrət alsınlar. Həmçində tarixi yada salmaq və xüsusən o fitnəli hadisələri oxuyan üçün çoxlu faydalar verir. Və xüsusən o adam ki, fitnə eləmək istəyir, nəsə eləmək istəyir, onun üçün orada gözəl ibrətlər var. Oxusa görür ki, ondan da savadda güclü olanlar, onlardan da güclü olanlar, qüvvətli olanlar və sayda da onlardan da çox olanlar, hansı ki fitnəkarlar, o rəylərin, o iddiaların qabağı keçirmək üçün çalışdırar varkən alınmadı. Onda o ağıllıdırsa insan, aqil insansa o diyanar. Və bu böyük faydadır, möhtərəm müsəlmanlar. Və mən də istəyirəm o hadisələrdən birinə toxunam. Allah subhanətə alə həm xeyri, həm şəri yaradıb. İmtihan üçün. Allah subhanətə alə buyurur ki, Kullu nəfsin zaiqatul mevt və nəblukum biş-şərri vəl-xeyri fitnə və ileynə turcaun. Ənbiya surəsi 35-ci ayə. Allah subhanətə alə bu ayədə buyurur ki, Kullu nəfsin zaiqatul mevt. Hər nəfs ölüm dadacaqdır, ölümü. Yəni, hər nəfs öləcək, hər kəs öləcək, heç kəs qalmayacaq. Və lakin bu müddətdə və nəblukum biş-şərri vəl-xeyr fitnə. Sizi xeyirlə və şərlə imtihana çəkəcəyik. Və xeyirlə də imtihana insan çəkilə bilər, çəkilir də, həmçinin şərlə də. Və nə olur bilmək lazımdır ki, imtihandır. Yoxlanır insan. Və sonra buyurur ki, və ileynə turcaun. Lakin bizə qayıt edəcəksiniz hamınız. Bunların mükafatını vermək üçün, qiymətin. Xeyrə necə dözdünmü? Bu imtihana necə çəkildin? Necə diyandın bu xeyrdə? Və həmçinin şərdə özümü necə apardım? Və Quran ümumiyyətlə fitnə kəlməsini 16 mənada işlədir. 16 mənada. Və İbn Qayyim rahimehullah buyurur ki, fitnə əsasən iki növdür. Fitnə olur. Birinci fitnə şübhələr vasitəsilə və ikinci də şəhvət vasitəsilə. Və şübhələr vasitəsilə fitnə necə olur? İnsanın uzağı görməməyindən, elmin azlığından
Və səbii ki, fitnələrin səbəbi olur. Və səbəblərdən də böyükləri budur. Uzaq görməməzlik və elmin azlığı və niyyətin saf olmamağı. Ona görə möhtərəm müsəlmanlar, tarix bizim üçün böyük ibrətlər göstərir, faydalar. Və şək yoxdur ki, necə deyirlər, söz misalla aydınlaşır. Bir şey danışanda görsən aydın olmur, lakin misal çəkənlə aydınlaşır, daha da aydın olur. Ona görə istəyirik bir gün bir hadisədən danışaq, o da Həccacın vaxtında olan hadisələrdən. Və təxminən Hicrətin 81-ci ilindən 84-cü ilində arasında olan hadisələrdən. Və Əməvi xilafəti idi o vaxt, Əməvilərin, Bəni Umeyyənin. Və xəlifə də Abdülməlik İbn Mərvan idi. Və Məlikin, xəlifənin vəziri olur, Ruh İbni Zənba, o da tabiinlərdən olur. Və bir gün xəlifə şikayət edir ona, öz vəzirinə. Və deyir ki, qoşun qulaq asmır bizə. Lazım olanda deyirik ki, yığışmaq, yığışmırlar. Lazım olanda harası gedmək, gedmirlər və ya gec gedirlər. Nizam yoxdur. Və bu vaxt Ruh deyir ki, xəlifəyə bir kişi var. İstəyirsən onu, bu qoşunu tapşıraq ona. O olanın öhdəsindən gələcək. Və xəlifə deyir, kimdir o? Deyir ki, bəs biri var, Həccac ibn Yusuf, Əs-Səxafi, tabiin. Qoyaq ona əmir ora, qoşuna. Və Həccac doğrudan zalim olur və çox tələbkar. Və lakin bir cəhətdən, və lakin o birisi cəhətdən təqvalı olur. O demək deyir ki, fasıq olur, kafir olur, yox. Hətta Dəmaşqə gələndə bir gün xütbə verəndə ölümdən danışanda ağlayır və hamı işlənlər ağlayır xütbəsinə. Mənim üçün təvazükar olur. Uşaqlığında artıq Quranı əzbərləyir və bəzi rivayətlərə görə hər gün namazda Quranı xətm eləyir. Və təvazükarlığından da bir gün gəlir, hələm qoşuna başçılı, seçməyiblər bunu. Gəlir Kəbəyə və sahabilərdən biri imamdır. Və sahabi imam səcdən qalxmamış, bu tez qalxır. Tabi olmur ona. Səcdəyə gedməmiş, bu artıq gedir. Və sahabi istənir. Namazı qutarandan sonra tənqid edir onu. Tənqid edir. Və xəlifə bir gün artıq qoşuna başçılıq da artıq əmirdir. Gəlir Kəbəyə yenə və görür sahabini və hamı elə bilir ki, artıq başını kesəcək onun. Çünki qəddar olur və qorxurlar ondan. Və gəlir, deyir ki, yadındadır, sən bir gün mənə belə dedin. Hamı qorxur, deyir ki, bu başını kesəcək. Və lakin deyir ki, hələ sənin o sözlərin daima mənim namazda yadıma düşür. Bundan sonra imamdan qabaq keçmirlər. Təvazükar da olur. Və s. Və lakin biz onun həyatını istəmirik, çox toxunaq. Həmçinin zalim olur, qorxurlar ondan. Və Məkkəyə səfərdə bir dənə bədəvi ilə görüşür. Ona deyir ki, Həccacı tanıyırsan? Soruşur ki, Həccacı tanıyırsan? O da deyir ki, tanıyıram onu, zalim, qəddar və s. başlayır pisləməyə Həccacı. Və qutarandan sonra sözün Həccac deyir ki, mənəm. O adam mənəm. Deyir ki, bəli, mən sənə bir dənə qövm var, hansı ki, orada bir ağlı olmayan adam var, o da mənəm. O deyirdi sənə bu sözləri. Yəni, mən dəliyəm. Qorxusundan. Və xəlifə icazə verir. Qoşunu tapşırırlar ona. Və gəlir, əmr eləyir ki, qoşun yığılsın. Və lakin görür, heç kəs və ya tərpənirlər yavaş-yavaş. Və bir çadırda görür ki, heç kəs tərpənmir, çörək yiyirlər. Və gəlir, vurur onları, döyür.
və çadırı yandırır. Və çox qəddar olur, doğrudan da. Və vaxtında İslam dövləti böyüyür. Bir tərəfi Hindistana gedib çatır və bir tərəfi Kitaya. İnsanın yaxşı əməlləri də olur. Lakin qəddar olur. Və Rutbillə Türklərin padişahı olur onda kafir. Rutbil. Onunla döyüşlər gedir və Həccac birini təyin edir qoşuna. İbn-i Əşəs. İbn-i Əşəsi təyin edir və əmir edir ki, ona get, o ölkələri al ginə. Və İbn-i Əşəs də xoşu gəlmir Həccacdan. Həmçinin Həccacın da ondan xoşu gəlmir. Və lakin döyüşü yaxşı bildiyinə görə əmir təyin edir ona qoşuna, Həccac. Və gedib artıq Rutbilin mülkündən nə qədər torpaqlar alırlar. Və artıq İbn-i Əşəs görür ki, qoşun yorulub və yazır ki, Həccaca, həm də soyuqlar başlayır. Gəl, nə qədər ki, almışıq, orada biraz düzəldək, orada dağılanları, biraz qanunları qüvvətləndirək, həm də qoşun yorulub, istirahət eləsin biraz, həm soyuqlar qutarandan sonra hücumlarımızı davam eləyərik. Lakin Həccac qəddar olur, yox, get qabağı, ancaq, qabağı. Və yazır ki, ona cavabında məktubda, qorxaq və s. Allahın düşməni qəddar olur. Deyir ki, durun, gedin qabağı. Lakin İbn-i Əşəs artıq yorulur və onsuz da ona qəzəblidir. Və qoşuna bildirir, qoşununa bildirir ki, Həccac nədir və ona qarşı qaldırır. Və qalxırlar Həccacan qarşı və yazırlar ki, ona biz sənə tabi deyilik artıq. Və dövlətlər, fəthlər qalır bu tərəfdə, kafirlər, müsəlmanlar dönürlər müsəlmanlara qarşı. Fitnə. Düşür fitnə. Gedirlər bunlar indi Həccaca tərəf. Və yolun yarısında artıq cəmaat qoşun deyir ki, yox, Həccac yox, hətta Mərvanı da deviririk. Yəni, ged-gedə qulur, şişirdilir. Və artıq da deyirlər, yox, artıq padişahı da biz devirmək istəyirik, xəlifəni. Onu da istəmirik artıq. Birinci Həccacı istəmirdilər. Və döyüşlər başlayır, nə qədər müsəlman ölür. Hətta axırda birinci Həccac başlayır uduzmağa. Çünki çox adam tabi olur İbn-i Əşəsə. Çox adam. Hətta böyük adamlardan Həsən el-Basri, Şəbi, Said ibn-i Cübeyr, Məhəmməd ibn Abdurrahman ibn Avf və s. tabiinlər, məşhur alimlər, əyimmələr. Fitnə gözlərini örtür. Uyurlar İbn-i Əşəsə və əmirə xilaf çıxırlar və müsəlmanları bölürlər. Və hətta o dərəcəyə çatır ki, Mərvan, xəlifə yazır ki, İbn-i Əşəsə, mən razıyam, Həccacı çıxardıram o vəzifədən. Sakitləşin. Və İbn-i Əşəs sevinir və qoşununa deyir ki, bəs xəlifə belə deyir. Və lakin qoşun elm əhli deyil. Çoxsu cahildir. Bilmirlər belə şeyləri. Və deyirlər, yox, biz axıra qədər gedəcəyik. Və nəticə çox pis olur. Və lakin Həccac, o da döyüşçü olur, mahir olur döyüşdə. Onları zəiflətmək üçün deyir ki, onların o qariləri var, qabaqda gedənləri. Onları birinci öldürmək lazımdır. Çünki qoşunu onlar aparır və hələ də eləyirlər və qoşun başlayır zəifləməyə. Və qalib gəlir Həccac. Və lakin İbn-i Əşəs qaçır sonra. Qaçır hara gedir? Rutbilin yanına, o kafir padişahın yanına. Qaçır onun yanına, Rutbil də onu çox gözəl qarşılayır, ona hörmət eləyir. Gör, fitnə nə dərəcəyə gətirir. Hansı ki, döyüşürdü kafirlərlə. Sonra onun yanına gedir.
və onun tərəfindən müsəlmanlara qarşı döyüşür. Azıqcan müsəlmanlara rütbül ona hörmət eləyir. Və lakin Həccac şədid olur, Həccac. Və yazır ki, rütbilə, əgər sən onlara təslim etməsin, minlərlə adam yığıb gələcəm üstüvə və ölkəlivi səni xarab eləyirsən, xarab. Və rütbil çağırır məşvərə ariflərlə, bilənlərlə və qərara gəlirlər ki, İbn-i Əşyası təslim versinlər, Həccaca, qutaraq onun zülmündən. Yoxsa gəlsə pis olacaq, doğrudan da. Və verirlər İbn-i Əşyası 30 nəfər qohumunla da, hansı ki, bununla çıxmışdı Həccaca qarşı. Və yolun yarısında İbn-i Əşyas dözmür, qorxur Həccacdan və çıxır bir qəsrin üstünə, özünü atır qəsrdən. Bu da nəticə fitnənin dalınca gedmək, uyumaq, özünü öldürür və başını kesirlər. Və 30 nəfərin başında və birinci gətirirlər, İraqda gəzdirirlər olan başların. Baxın Həccaca qarşı çıxanı, aqibəti. Və sonra gətirirlər Şama və Şamda da gəzdirirlər başların, sonra dəfn edirlər. Fitnə. Gör, neynib? Tarix bizə göstərir. Nə vadar etdi onlara? Qəzəb, çox sayılı görsənməyi, qoşunun bunun silahının çox olmağı. Elə zənn etdilər ki, bunlar qalib gələcək. Və lakin nə oldu nəticə? Nə qədər müsəlman öldü? Həccac 100 mindən çox müsəlmanı qırdı o gün. 100 mindən çox. Özü kəsir başların. Və çağırır hamısın və xüsusən böyükləri. Və çağırır Şabi, tabiin, alim. Əyimmələrdən biri tabi olur İbn-i Əşəsə. Uyur onun fitnəsinə. Həsən el-Basri, Feyruz ibn Hüseyin və qeyriləri, Said ibn Cübeyr və çağırır Həccac Feyruz ibn Cübeyr, Feyruz ibn Hüseyni və deyir ki, sən onlara nöş qatıldın, fars olur, sən ki onlardan, qanun onlardan deyil, dilin onlardan, sən onlara nöş uydun. Deyir ki, vallahi, Həccac, fitnə gözümüzü tutdu. Baxmayaraq elm əhli idi, və lakin fitnə gözünü tutdu, kör etdi, bilmədik neynəyir. Sonra oyandıq, nəticəni görəndə və əmr edir, başını kəsirlər. Və belə sonra bir şairi gətirir, şairi çağırır. Və şair başlayır, girən kimi Həccacın qarşısına başlayır şeir deməyə. Həccacı tərifləyir. Və lakin deyir, sən orada şeir deyirdin ki, mənə qarşı çıxsınlar. İndi mənə tərif edirsən. Əmr edir, başını kəsirlər. Və belə, nə qədər böyük adamlar başını kəsir, fitnənin nəticəsinə fikir verir. Və çağırır Şabini. Şabi deyir, sən nə üçün çıxdın? Deyir ki, Şabi, vallahi, düz deyirsən, çıxdıq sənə qarşı. Amma burada mən istəmirəm, özüm başqa cür göstərəm, çıxmışam. Lakin bilmişəm ki, indi xəta eləmişəm. Deyir ki, Şabi, mən sənə hörmət edirəm, sevirəm səni. Sən mənə onlardan ki, girirlər yanıma, qılınclarından bizim qanımız axır və deyirlər ki, biz görməmişik və iştirak eləməmişik, onlardan sevimlisən. Gel Şabi, gel. Toxunmur Şabiyə, tabiinə, imama. Və lakin nə qədər adam qırılır, mühtərəm müsəlmanlar. Və bu hadisə, baxmayaraq qıssa da toxunduq biz bu hadisəyə, aqil üçün ibrət var. Və məsələn, bu hadisələrdən, ibrətlərdən biri, məsələn, fitnə qopanda, əvvəldə fitnənin dalınca gedənlərə düz görsənir o. Elə bilirlər, düzdür, bu münkəri inkar etməkdir, əmr bil mərufdir, zülmə qarşıdır və s. və s. Fitnənin əvvəlində hələ olur, görmək olmur fitnəndə, fitnəkarlar görmürlər onu. Əvvəldə hələ olur və lakin zahirdə isə belə olmur həqiqətən. Və həmçinin mühtərəm müsəlmanlar bu hadisələrdən, faydalardan götürürük ki,
fitnələrdə həm yaxşılar da gedir, həm pislər də. Görünə qədər müsəlman öldü. Onların içində imanlı var idi, təqvallah. Və həmçinin facirlər də var idi, imanı zəiflər. Və lakin fitnə hələ şeyə baxmır. Fitnə gələndə hamısı gedir. Və həmçinin hadisələrdən, faydalardan möhtərəm müsəlmanlar. Həmçinin faydalardan, xüsusən fitnədə böyük adamlar dəlil olur. Nə oldu? Deyirlər, filan kəslərdir. Filan kəslər bizi gətirdilər. Filan kəslər bizi başı saldı. Və böyük adamlar qalırlar təkcə, qürbətdə. Və heç kəs onları dindirmir. Onlar tərk olunur. Heç kəs onlarla danışmır. Onlarla artıq bir yerdə gedmir. Nə nəticədir? Fitnənin səbəbinə görə. Hasan el-Basri nə üçün çıxartdı İbn-i Əşəs? Əimmə kibar, alimlərdən biri idi, böyük alimlərdən. Və lakin gətirdi, necə Ayşə radiyallahu anhə çıxalmışlar Cəməldə. Dedilər ki, çıxardaq Hasan el-Basrini və bəzi adamları, Şəbini və qeyriləri. Avam cəmaat görəcək ki, bunlar bizimlədir, gələcəklər bizim dalımızca. Və necə Ayşə radiyallahu anhə, Ayşə radiyallahu anhə Əliyə qarşı döyüşə çıxmamışdı. Həmçinin Təlhə də Zübeyir də. Əksinə Təlhələ Zübeyir Ayşədən xahiş etdilər ki, sən sülh rəmzisən, biz döyüş istəmirik. Biz fəqət istəyirik, gedək Əliyə, razılaşdıraq onu, xavaricləri qırmaq üçün, Osmanlı qatillərin. Həmçinin Hüseyin Kərbalada rəmz idi. Rəmz üçün istifadə etdilər onu. Çağırdılar Kufəlilər. İstədilər rəmz kimi ki, avamlar geçsinlər olan avam cəmaat. Və fitnədə və belə hadisələrdə belə şeylər olur, mühtərəm müsəlmanlar. İbrətdir. Aqillər üçün, başa düşənlər üçün. Həmçinin mühtərəm müsəlmanlar faydalardan fitnə görünə nəticə verir. Müsəlmanları bölmək, böyük insanların qətlinə səbəb olmaq, həmçinin düşmənləri sevindirmək, müsəlman ölkəsini zəiflətmək, müsəlmanları zəiflətmək, müsəlmanların dəstə olmağına səbəb etmək və s. və s. Və Allahın qəzəbinə düçar olmaq. Nə nəticələrdir? Ona görə mühtərəm müsəlmanlar, insan bu cür hadisələr ibrətdir, dərsdir. Biz bir dənə hadisəyə toxunduq tarixdə və qıssa gör nə nəticə verdi. Və İbn-i Əşəs belə eləməsəydi, gör nə olardı? Və lakin Allah subhanətə alə kömək olsun hamımıza. Ona görə fitnəyə düşməmək üçün insan gərək aqil ola. Hər adı sözün dalınca gedməzlər və xüsusən baxarlar elm əhlinə. Alimlər nə deyir? Alimləri təyin etmək olmaz. Elm əhlinə təyin etmək olmaz. Elm əhlinə təyin etmək, onlardan uzaq durmaq, onların rəylərin saymamaq fitnəyə düşməyi səbəbidir və ən böyük səbəbi mühtərəm müsəlmanlar. Və həmçinin mühtərəm müsəlmanlar, ne üçün hətta böyük alimlər də onlarla idi, lakin xəta etdilər. Ne üçün birinci imama qarşı çıxdılar? Əmirə qarşı. Və sonra müsəlmanları bölməyə səbəb oldular. Ona görə bu Peyğəmbər s.ə.v vəsiyyətlərindən biridir. Huzeyfə radiyallahu anh deyir, ey Huzeyfə fitnə olacaq. Və sahabi deyir, ya Rasulallah, fitnə olanda neynim? Deyir ki, get müsəlmanlar cəmaatın yanına və imamlarının yanına onlarla ol günə. Fitnədən azad olmaq üçün. Fitnəyə düşməmək. Rasul s.ə.v belə deyir, sahabiyə ki, fitnəyə düşməyəsən. Ona görə hətta sahabələrin vaxtında olan fitnədə biz görürük, iştirak etməyik sahabələr. Fəqət çox azı iştirak edir. Çox azı. Məsələn, baxanda müsəlmanlar arasında fitnə düşəndə Saffeyndə, Cəməldə çox az sahabi iştirak edirdi. Az sahabi. 30'a yaxın sahabi, lakin çoxsu 100 minə yaxın sahabi, ondan da çox hamısı girişmədi bu söhbətə.
qıraqda dayandılar. Və nəsiyyət elədilər ki, qarışmıyor. Və belədir fitnə, fitnənin aqibəti. Və lakin həmçinin fitnəni avam görmür. Bilmir fitnə nədir? Edir. Və lakin nəticədə sonra başa düşür fitnəni, aqibətin. Və lakin bilən adam, aqil adam getməz hər söhbətə, hər fitnəyə. Çünki o bilir, fitnə nədir? Və fitnənin aqibəti nə ola bilər? Və nə nəticə verir? Ona görə müsəlmanlar gerək fitnədən qorxsunlar və çəkinsinlər və həmçinin fitnə əhlindən çəkinsinlər. Və insan var fitnədə başa düşmür, hətta olanı qutarandan da sonra. Elə bilir ki, insan düz edir. Görürsən, gülür, rahat gezir və lakin bilmir fitnə nə nəticə verir. O insanlar, elə insanlar var, hətta fitnə olandan sonra da başa düşmür. Gör o insan necə uzaqdır elmdən, düzgün başa düşməkdən, düzgün baxışlardan və s. Və Allah Subhanahu taala dua edirik ki, Allah Subhanahu taala bizi fitnədən qorusun. Allah Subhanahu taala bizi fitnə əhlindən qorusun. Allah Subhanahu taala müsəlmanlara kömək olsun. Allah Subhanahu taala o müsəlmanlar ki, cümə namazı qılır. Allah Subhanahu taala xətadan, bəladan qorusun. Allah Subhanahu taala kimin xəstəsi var, ona şəfa versin. Allah Subhanahu taala o müsəlmanlar ki, əzab-əziyyət çəkirlər, aclıqla, susuzluqla, cürbəcür şiddətli əzablarla Allah Subhanahu taala kömək olsun. وأقول هذا وأستغفر الله لي ولكم ولسائر المسلمين من كل ذنب أستغفروه إنه هو الغفور الرحيم.